Mən də şəhid qızın anası Sərva Yağlıya. 2 övladım xüsusi təyinatında işləyib. 8 il idi, 25 il idi. Müharibədə var 2 qardaş. Biri oktyabrda görüşürlər. Axırıncı görüşləridir. Balalarım da qürur duyuram. Belə övlad yetişdirmiş vətənimiz. Vətən sağ olsun. Ailəlidir. 2 övladı var, Nazlı'nsa, Vəkiliçili dərs alırlar. Yaşat fondu sağ olsun, onları oxuyur. Atalarından ayaqlı balı olsun, alıp xeyir görsün. Biz də xeyir görək. 2020'de düşdü Gəncə Hospitalda, amma beyin baş travması almışdı, qalmadı, getdi, deyir ata. Andola bugünkü günə. Dedi ata, mənim iş yoldaşlarım orada, qardaşım orada, qala bilmərəm. Getdi, onu oktyabrda, axırıncı dəfə bizimlə danışdı. Akşam sağı şəhid olub, Azərbaycana salam deyib, Andola Allah'a. Onun için bizim xəbərimiz oldu. Deyirəm, vətən sağ olsun, başda Ali, baş komandamız İlham Əliyev. Allah əskərləri qorusun, ordumuzu qorusun, bir də müharibə olmasın. Amin. Gözləri yaşını qalmasın. Bütün Cəllabadın şəhidlərinin şəklini verimizin alırım, Andola Allah'a. Atası da bu otaqda namaz qılır. Çox sağ ol, Allah hamımızdan razı olsun. Sağ ol. Allah bizə müşahidlərimizə rəhmət eylesin. Sağ ol.